Hay hay, cemaat ele başa düşür ki kebap pişirmeyi yatan iştir. Bu sizin bir işi kertok soymak değil ha. Budur sənə deyirəm. Qeytər mənim ələbbasımı. Yoxsa bir qab nöt töküb səni idarəni yandırıb külə döndərərəm. Baba, görürsən bu daşlar balaca adamlara necə oxşayır? Yox bala, daşlar adama oxşamır. Elə olur ki, adam özü dönüb daş olur. Dost dört yoldaşız biz, bir aklımız, isteklerimiz. Səni bu hüsnü cemalı, bu kemal ile görüp qorxdular hak demeye, döndüler insan dediler. Salam əleykum. Buyurun. Mən dedim bəlkə sizdə bir xəbər oldu. Yox. Papağını qoy qarşına, yaxşı-yaxşı fikirləş. Bu işi necə qurtaracağı sənə bəllidir. Topxanan yox, cəbbəxanan yox. Namusumuz, qeyrətimiz var, hey! Baba, bəs onu kim? Karışmayın ha. Hoş gelmişsin Mirce Baba. Bu kimdir? Sen o kadar yalan falan danıştın ki, eğer bu saat sarayımda yokçular mübahtır kesilseydi, sen şüphesiz galip gelerdin. Ay kişi yazıqdırlar, belə eləmə. Böyle de öğrenme ola, böyle de arvad alma ola. Salam verek, ele kes salam, düş kabağıma gedek. Hah hah hah! Yəviş! Görürsünüz siz Allah, yenə cəmaatı yığıb başına. Mənə qalsa, işə gecikmək istəyirsən? Həmişə belə şirin adamların yanında pərk eləyirdi. Ben ne kadar koca olsam da değerim min cavana. Buna bakarak merhaba bu bit koçit mini. Balam için alma saklamışam, al. Nene kurban olsun seni, al bala. Ay benim qaşayı nene. Gene başladılar. Göğ sular kalbimin aynasıdır hay kız. Elif
zəbər ə, bey zəbər bə, tey zəbər tə. Elif zəbər ə, hey zəbər bə, hey zəbər tə. Kız köçeri kuştu. Qız ağacı, qoz ağacı. Qız yükü, duz yükü. Bir qız, bir oğlanındır. Qız qızıla dönüb, yox xəbəri oğlanların, qızların. Ben o gece Oktay, yüreğimde tutmuştum ki eğer kutuda hiç olmasa bir tane kibrit çöpü kalıpsa, onda biz seninle evleneceğiz. Rəm yatıram, hala baxıram. Rəm yatıram. Biz işləməliyik, öz qüvvəmizlə. Necə deyərlər, metodum narodni stroyka. Belə də lazımdır. Sen gerek beni kıskanmayasın Zaur. Kıskanmak adamın zayıflığını gösterir. Ben istəyirəm sen güçlü olasın. Həmişə özünə də inanasan. Mənə də. Tanış olacaq. Bu oğlan Əhməddir. Ben sizi bu Ahmet'in dalınca göndermiştim. Ne farkı var? Ahmet Ahmet'tir de. Bu kənddə bir kişi var ya yok. Gözünüzün qabağında dağ boyda kişinin əcrafın biri vurur, siz də yorğan altında gizlənirsiniz, ha? Bak görmüş bahar, kayrayır sular. Axı mən sizə neynəmişəm? Ağız daimından artık ne yiyeceksin? Ağzımı açmaya imkan vermişsin. Birinci direm beşincisin, beşinci direm 15'in yatısı. Ne istiyorsun benden? He? Yok desmen. Və qardaşlar, əvvəla icazə verin sizə bütün Şəki cəmaatının səmimi salamını çatdırım. Baxt ulduzun mənim əlimdədir, oğlum. Sən kimsən? Cinlər padşahı Akşad. Ayrı adam olsaydı qınamazdım. Axı o alçaq başqa əşraflıqlar da törədə bilər. Heç olmasa Ruda bal hepsi yadınıza salın. Libidiniskin yanına sizden gelen o adam idi. Ha? Qardaş, mən icad eləmişəm bu oyunu. Bunu bütün dünya oynayır. Bir an, hələ mən çempion olum, onda baxarsın. Ne istəyirsən eləyim sənə üçün. İstəyirsən lap texnikoma gedib sənə üçün. İstəyirsən lap bazarı bağlatdırım sənə üçün.
Deməli sən bizə həkim İsmailə ana gətirmisən. Diqqət! Yaxşı baxın. İndi məni göstərəcəklər. Məni niyə gözləmədin? 3 il gözlədim səni. Mən sonra deyirəm, davadan sonra. Davadan sonra da gözlədim. Hamı qayıtdı gəldi. Sağlamı da, şikəsti də bir səndən savayı. Alınan məlumata görə Mixailo şəhərdədir. Çox təəssüf ki, mən sizi Mixailo'ya oxşamıram. Buyurun. Məzahir! Məzahir! Saxla maşını! Saxla! Şad xəbər! Şad xəbər! Salam Səidə! De görüm oynamağı sənə kim öyrədib? Onu məndən soruş. Oynamaq ona Qaraca qızı öyrədim. Daha nə sözün var? Harda, nə vaxt? Mən ki icazə verməmişdim onlar görürsün. Mən icazə vermişdim. Mən. Siz nasılsınız? Ahır bir alim ərə rast gəldim. Lakin sen anlamadın ki bu dünyada birce gün azad yaşamak 40 yıl boyunduruk altında sürünmekten daha üstündür. Yaxşı bəy, nə deyirsən? Bir nəfər molla, 3 manat un, bir kəllə qən, 5 dənə